nəticəsində regionun aparıcı dövlətlərindən birinə çevrilməkdir. Biz xarici beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik. Lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillə qəbul olunmalıdır. Bugünkü iclasda müşavirədən keçən son aylar ərzində aparılan işlər, əldə edilən nəticələr haqqında Rəşad Nəbiyev məruzə edəcək. Qanunvericilik, islahatlar. Değerli izleyiciler, bildiğiniz kimi iyun ayının 29'u Azerbaycan'ın 1. vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasını keçiribdir. O da danılmaz faktdır ki, xanım Əliyeva hər zaman fəaliyyətində böyük uğurlar əldə edərək əhalinin yanında olubdur. Onlara öz diqqət və qayğısını əsirgəməyibdir. İndi isə xanım Əliyevanın keçirdiyi iclasa siyasi yanaşanda, əlbəttə ki, bizlər üçün də xoş təsir bağışlayır. Məsələnin maraqlı tərəfi odur ki, bəzi insanlar xanım Əliyevanın keçirdiyi iclası həzm edə bilməklər çalışırlar ki, xanım Əliyevanın fəaliyyətinə kölgə salsınlar, keçirdiyi iclasın barəsində yalan və böhtan xarakterli fikirlər səsləndirsinlər. Əlbəttə ki, biz də öz növbəmizdə xanım Əliyevaya fəaliyyətində uğurlar diləyərək, necə deyərlər, sükanı belə tutaraq, belə də davam edilməsi lazımdır. Aydın məsələdir ki, xanım Əliyevanın fəaliyyətinə kölgə salmaq istəyən şəxslər dövlətin hakimiyyətinin əleyhinə olanlardır. Bir daha xanım Əliyevaya fəaliyyətində uğurlar diləyirik. Rəc TV